Salam əziz müştərilər. Bugün sizə biqovka perforasiya aparatımız olan Bullrose 660E modelini təqdim etmək istəyirəm. Aparatımız elektrikli modeldir, yarım avtomat modeldir. Biz işə salıb göstərəcəyik, necə biqovka eləyir, necə perforasiya eləyir. Gördüyümüz kimi biqovka bıçaqları, 4 ədəd biqovka bıçağımız var, 1 ədəd marzanımız var, perforasiya bıçağımız var. Yönəldicilər var. 2 ədəd də kağıza aparan roliklərimiz var. Usta zəhmət olmasa bir dənə işə salaq bunu. Eni 66 santimetrdir. Biqovka eləyə bilir, perforasiya eləyə bilir. Hal-hazırda biz belə bir kitab üzlüyüdür. Onu necə perforasiya eləmək olur, bir dəfə onu göstərəcək. Həmçinin usta avadanlığı işə salır. Əlavə nəsə demək istədiyim bir şey varsa deyə bilərsən. Kağızı dəstələyəndən sonra işə başlayanda bu qaydada açmaq lazımdır ki, ötürmək daha rahat olsun bizə. O tərəfindən, tərs tərəfindən ötürürsünüz. Bəli. İşə saldıq. Sürət var burada. İstədiyimiz sürətdə tənzimləyə bilirik. Karışok hissəsi, qatlanma hissələr. Bu kitabı 4 dənə biqovka xəttini birdən vurmaqsındır. Sırf kitab üçün ayarlamışsın, sırf bu kitaba görə ayarlamışsın. Tamam. Ötürüş ardıcıllığı bu qaydada gedir və sürətlidir. Ən son kağızı zəhmət olması göstərək. Ən son kağıza baxaq, gör necə çıxdı. Aydın. Biz bunun belə deyək də təzyiqini ayarlamaq nə cür olur? Yəni vallar arası təzyiqi necə ayarlaya bilərik? Üst val təzyiqə tənzimlənəndir. Açanda təzyiq azalır, sıxdıqca təzyiq çoxalır. Kanalları ilə qoymaq lazımdır ki, kanallar bir-birinin tam mərkəzinə düşsün. Əks halda biqovka xəttindən əlavə onu kəsib qoparda bilər. Tamamilə kəsə bilər. Deməli, alt val bizdə fırlanır, üst val da onun belə deyək, cavab hissəsi olur həmişə. Düşdü. Aydındır. Perforasiyanı da göstərək. Perforasiya bıçağı var burada, görürük. Marzanı da var burada. Onu da görürük. Zəhmət olmasa səsini Allah söndürərdik artıq. İstənilən yer dəyişmələri eləyə bilirsiniz özünüz. Aydın. Hə, bu istədiyimiz kimi buradan necə bıçaqları nə cür məsəl üçün bir dənəsini göstərməsə, nə cür yerini dəyişə bilərik? Yox, yer dəyişməkdən ötəri hökmən bu açılmalıdır. Konkret olaraq bu val çıxır, üst val. Yox, onu bildik. Sağa sola məsəl üçün burada istəmirik 5 sm o tərəfdə istəyir. O necə olur? Vallar açılır biraz. Çəkildi. Ona uyğun olaraq aşağıdakı hissədə açıb yerini dəyişmiş oluruq. Yerini dəyişəndən sonra aşağı və üst bıçaqları bir-birinin mərkəzinə tam otuzdurmaq lazımdır. Aydındır, aydındır. Əziz müştərilər, avadanlıqla yaxından tanış olmaq istəyirsə, buyurub bizim ofisə gələ bilərsiniz, işlərinizi gətirə bilərsiniz, işlərinizi aparatda necə işlədiyinizi görə bilərsiniz, necə belə deyək, nəticəni görmək üçün gəlib burada eləyə bilərsiniz. Həmçinin bizi digər platformalarda da izləməyi unutmayın. Kanala abunə olun. Digər müştərilər də bu avadanlıqlarla yaxından tanış olsunlar. Çox sağ olun, var olun, sağ olun.